Can ətindən medalyon heç bu qədər dadlı olmamışdı. Gəlin reseptini bir yerdə öyrənək. İlk öncə can ətlərini düzüb üzərinə duz və istiot əlavə edirəm. Ardından medalyonun sosu üçün 5-6 ədəd orta boy göbələk doğrayıram. Kənarda isitdiyim tavaya yağ, daha sonra göbələkləri əlavə edirəm. Bişən göbələyin üzərinə duru qaymaq və ardından parmezan pendiri əlavə edirəm. Son olaraq da biraz soya sosu və demglas tozu əlavə edib sosu ocaqdan götürürəm. İndi isə keçək medalyonları bişirməyə. Kənarda duru yağ vurub daraq tavada hər iki üzünü medium şəkildə qızardıram. Ayrıca bir tavaya kərə yağı, 2 diş sarımsaq və yaşıl rozmari. Bişən medalyonları əlavə edib iki üzünə də çevirib işi sonlandırıram. İndi isə keçək servis aşamasına. Əmin olun ki, görüntüsü qədər dadı da çox mükəmməldir. Bu yeməyi dadmaq istəyənlər mütləq bizim restorana yaxınlaşmalıdır. Videonu bəyənib, qayd edib, əsasən də yorum atmağı unutmayın. Sizin yorumlarınız mənim üçün çox önəmlidir. Göz haqqınızı halal edin, özünüzə yaxşı baxın. Hələlik.